Salam dostlar, necəsiniz? Bugün sizinlə SASMO Olimpiyadası ilə bağlı bəzi suallara, 7-ci sinif suallarına baxacağıq. Sualları keçək. İlk sual əslində sadə sualdır. Deməli, burada yəni seçirik. 1469.000 plus 469 kimi yazırıq. Görək ki, o bu səhvdə 469 var və ona görə 291 ilə 709-u toplaya bilərik. 291 ilə 709-u toplayanda 1000 eləyir. 1000-i deməli vururuq 469-a. O da eləyir 469 anda 3 dənə 0. Sonra qaldı mən 1000-i deməli 291-ə vurmaq. 1000-i də ki 291-ə vuranda o da bərabər olur 291.000-ə və bununla bunu toplayanda isə variantlarda görürük ki 76.000 cavabını alırıq. Keçək növbəti suala. Deməli, burada nə deyir? X, Y, 2 mənfi tam ədəddir. X digər Y mənfi 2004 olarsa, X çıxılsın Y-in ən böyük qiymətini tapın. Burada deməli, X-a ən kiçik, ən böyük mənfi ədədi qoymalıyıq. Y-ə də ki, mənfi 2024-ü onu gəlib elə tapmalıyıq. Ondan çıxıb Y tapın. X-ı qoyaq mənfi 1 ən böyük. Y-i də qoyaq mənfi 2023. Belə qoyanda X-in gəlib yenə yazsam mənfi 1 gəlməsin. Burada 2 dənə mənfi olduğuna görə həm burada həm də müsbətləşir. O da olur 2023. Bunu toplayanda bərabər olur 2022-yə. Cavab C variantı. Növbəti suala. Deməli, aşağıda fiqurun cüzüdə əks olunmuş düzümün təsviri variantlarından hansını göstərir? Bu cür misallarda özümüz bunu canlandırmalıyıq və bunu canlandırmağımızı inkişaf elətdirmək üçün bir şəkil əlinizdə tutun və bununla məsələn güzgüyə baxın ki, bu necədir və necə formada görünür. Belə formaya biz bunu görə bilərik ki, bunun tərsəsi, güzgü əksi və budur. Keçək növbəti suala. Deməli, yekun nəticənin sonuncu rəqəmi tapın. Buna vuranda 2024 vur 2, o da eləyir 4048. Deməli, 4, bax 4 üstü 1, 4-dür. 4 üstü 2, axırıncı rəqəmi 6-dır. 4 üstü isə yenidən, deməli 4 üstü 1, 4-dür. 4 üstü 2, sonra 4 üstü 2, yəni bu təkrarlanır. Deməli, bu 2 dəfədən 1 təkrarlanır. Ona görə 4048-i böldük 2-yə. Bizə qalıq lazımdır. Qalıq qalmadısa, bu ikilidə ən axırıncı rəqəmi götürürük. Ona görə də bunun axırı 6 olacaq. Deməli, keçək növbəti suala. Deyək, aşağıdakı fiqurda neçə üçbucaq var? Deməli, birli üçbucaq, ikili, üçlü, yəni ki, dörtlü də olar. Birlilər 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Birli 16 dənə. Sonra silək. Sonra ikili, deməli 1, 2, 3, 4, sonra 5,
6, 7, 8. İkili məncə bu qədərdir. 8 başqası. İkili başqa məsələn belə də var. Belə. Yaxşı, belə də var. Bundan 1, 2, 3, buraya yazaq 8 plus 3, 4, 5, 6, 7, 8, 8, 8, 16 dənə də burada var. Sonra burayı silək. Sonra şeydə şimdi sayı. Sonra deməli sonra nə qaldı? Üçlülər. Üçlülər də ki, deməli 1 baxanda üçlü varmı? Üçlü belə bu dörtlüdür. Üçlü yoxdur. Biz birinci dörtlər götürək. Dörtlü məsələn biri belə var. Bu biridir. Sonra bu da var. Bu ikidir. Bu 3. Bu 4. 4 plus. Sonra başqası. Bir dənə belə var. Belə və belə. Bu da deməli bir də belə. Bundan da 4 dənə var. 3'lərdən və bunlar 1, 2, 3, 4, 4'lüdür. Burada yazırıq 4'lü. 3'lü başqa yoxdur. Bir dəqiqə. 3'ləri mən burada səhv yazdım. 3'lərə 4 plus yazmalıydım. Burada yazmalıydım. 4 plus 4 burada olmalıydı. Üçlü başqa. Üçlü məncə yoxdur başqa. 16, 16, 8, 32, 40 dənə cavab E variantı. Deməli, növbəti soruya baxırıq. Deyir, aşağıdakı qrafik ötən həftə ərzində çörək zavodunun günlük satış əyanını göstərir. İlk 4 gündə satılan kruasanların orta miqdarı son 3 gündə satılan kruasanın orta miqdarı 43%-ni təşkil edir. 43%-ni təşkil edirsə, deməli, 78 qoy bunu mətnlə yazım. 78 plus deməli plus belə yazaq. Çox sağ vaxtımız gedir. 78 plus 103 plus 119. Bu da deməli hesablayanlar 8, 3, 1, 0 atırıq. Burada deməli 103 idi. 1, 1, iradda 2 vardı. 7 də vardı. 8, 0 atırıq. Burada deməli dalı 1, 1, 2 dənə 0 300 edir. 300 eləyəndən sonra da nə qalır? 300'ü bölürük 3'ə. O da edir 100. 100 elədiyinə görə 100'ün də sonra 43%-ni tapır. 100'ün də 43% ilə 43 eləyir. Deməli, bunu tapırıq ki, 43'dür. Silək. Yer qalsın. Deməli, bunu tapdıq ki, 43'dür. 43 tapandan sonra ilk 4 günün ədədi ortası bərabərdir. Bu 3 günün axırıncı 3. Ədədi ortasının 43%-ni biz tapdıq, bunlara 43'dür. Burada x qoyaq. İndi biz nəyi tapmalıyıq? İndi biz
o 61, 49 ve 36'nı toplamalıyıq. Toplayanda isə nə qədər edir? 61 plus 49 61 plus 9 plus 36. Bu da deməli 1,06 16'dır. Bir yadımızda 6, 4, 13. Bir yadımızda 146. Yazırıq ki aşağıdan 43'ü birinci 4'e vurmaq. Çünki 4 dənə gündür. 100 vurduq 4'e. Vurduq 4'e. O da elədi 172. 172 elədirsə 172'dən də biz 146'na çıxmalıyıq. Bu da edir 26. Variantlardan hansıdır? D variantı. İşte növbəti suala. Burada verilmişler. Yani günləri buradan verirlərmiş. Deməli deyir ki, K-nın elə ən kiçik müsbət tam qiymətini tapır ki, 380K 7600'ün bölünəni olsun. Bölünəni olsun, yəni 380K bölünsün 7600. Bunu yazdı. 380K deməli burada K'nın ən kiçik ehtimali 7600'ü bölərik 380'ə. Bu da eləyir. Göstərdim. İlk dərslərimdə görə səliqəsiz ola bilər. Sonraki dərsdə bunu düzəltməyə çalışacağam. Bu da 20 eləyə bilir ki. 20 eləyir. Variantlarda 20 yoxdur. Y variantını götürürük. Bir növbət sual. Çox getdim. Deyir ki, A 28B 36'ya bölünən mümkün A 28B ədədi 36'ya bölünən mümkün ən böyük müsbət 4 rəqəmli ədəddir. AB-nin qiymətini tapın. Deməli, 6'ya bölünmə qaydası nə idi? 6'ya bölünmə qaydası o idi ki, həm 4'ə, həm 9'a bölünən ədədlər həm də ki 36'ya bölünür. Deməli, biz burada ən böyük müsbət rəqəmi 4 rəqəmli ədəd deyilsə, burada axıra nə qoya bilərik? Axıra qoyasaq ki, birinci bu əvvələ baxaq. Əvvələ tutaq deyirəm, ən böyükdə 9 qoysaq, 9, 2, 8, 9 və 10, 19 eləyir. Burada qalır 19, buradakı eləməsi 8 olmalıdır. Deməli 9, burada yazaq 9, 2, 8, 9288. Baxa görə bu həqiqətən 9'a bölünürmü? 11, 19, 27. Deməli 9'a bölünür və bir də qaldı ki, axırıncı 2 rəqəmi 4'ə bölünsün. Bu da 4'ə bölünür. Ona görə ədədlər 9 və 8. Toplayanda isə cavab eləyir B variantı. Növbəti suala. Nə deyir bizə? Deyir, palindrom ədədlər rəqəmlər düzünə və tərsinə eyni oxunan ədəd deyilir. Məsələn, 121, 3443 palindrom ədədlərdir. 1451 palindrom ədəd deyil. 4'ə bölünən neçə 5 rəqəmli palindrom ədəd var. 4'ə bölünən birinci ən axırıncı deməli 2 rəqəmi 4'ə bölünməlidir. Buna görə də biz baxsaq 4'ə bölünənlər məsələn, axırı 10, 12 olsa, sonra 16 olsa, axırı 20 olamaz. Çünki 20 ilə orada olmuyor. Çünki o ən əvvələ 0 gəlmədi və ədəd 0-la başlayanmaz. 20, 24, 28, 32, 36.
36 və axıracan belə gedir. Burada biz nə qalmalı? Burada deməli 90 ən axırıncı ədəd 96-dır. Ən əvvəlinci ədəd 12-dir. Bunlar çıxdıq. Sonra isə bunları nə qalmalıyıq? 4-ə bölməliyik. Görək neçə dənə ədəd var. 96 təsəmmül edir deməli 20 21 burada bir dəqiqə 0-8-i də götürə bilərik əslində, yoxsa 8 götürək, 8 0 aha 0-8 0-4-ü də götürə bilərik. Bəli, bunları götürə bilərik. Deməli, bunların 96-12-ni böləndə 12-yə artıq yox, deməli neçəyə bölməliyik? Yox, 4 çıxmalıyıq. 4 çıxanda 92 4-ə 23. Bu 20 92 23. Bunun üstünə də sonra 1 gəlməliyik. Çünki həmişə bu qayda belədir ki, axırıncı rəqəm və birinci rəqəm neçə artırsa ona bölməliyik, sonra üstə 1 gəlməliyik. 24 elədim. Aha, bu tapdıq 24 edir. Sonra bu 24-ün içində biz bəzi ədədlər silməliyik. Məsələn, burada var ki 20, 40, 60, 80 var idi. Bunlar silinməlidir. Bunlar yoxsa silinməsə bu ədədlər alına bilməz. 26, 20, 60, 80 4 dənədir. 24-dən də ki 4 çıxmalıyıq. 20 eləyir. Siləyindi. 20-ni də biz burada ona vurmalıyıq. Çünki burada məsələn 36-dan 36, 32, 34. Burada 36 bütün məsələn 36 işlənə bilər 76 ilə, işlənə bilər 56 ilə, sonra işlənə bilər ümumiyyətlə hamısı 10 dənə olmaq şərti ilə 10 dəfə işlənə bilər yanında bir rəqəm olaraq. Ona görə cavabımız 200 olacaq. Deməli, keçirik 10-cu suala. Deməli, nə deyir? 44 nəfərlik bir qrupda hər adam ən az bir fəaliyyətlə məşğuldur. Fotoqrafiya, şahmat koddaşlığına aşağıdakı məlumatlar verir. Şahmat klubunun üzvləri, həmçinin fotoqrafiya klubunun üzvüdür. 15 nəfər bu klubda aktiv şəkildə iştirak edir. 12 nəfər yalnız kodlaşdırma klubunun üzvüdür. 5 nəfər yalnız deməli fotoqrafiya klubunun üzvüdür. 24 nəfər isə şahmat klubunun üzvüdür. Bizdən deməli həm kodlaşdırma, həm də ki fotoqrafiya klubunun üzvü olan, ancaq şahmat klubunun üzvü olmayan neçə nəfər var, onu soruşur. Bir dənə üçlü bir dənə çəkək. Şimdi bura deməli 15 nəfər deyir. Bura yazırıq 15 gözlə. Rəngi dəyişim. Qara eləyim. Biraz böyük çəkim. Sonra problem yaşadım. Nəfər. 12 nəfər yalnız hərflər bura. Kodlaşdırma. Baş hərflər yazaq. Fotoqrafiya. Buradakı şahmat. Deyir 15 nəfər. Bunu 15'i yazdı. 12 nəfər yalnız kodlaşdırma. Yalnız deyirsə bura 12 yazarıq. 5 nəfər yəni fotoqrafiya klubunun. 5 nəfər yəni yalnız deyirsə, onu bunda özünə yazarıq. 24 nəfər şahmat klubunun üzvüdür. Deməli, bizdə nəyə soruşur? Həm kodlaşdırma, həm fotoqrafiya. Yəni,
buranın soruşu, anlaşılmır. Hə. Deməli, burada nə qədər adamdır? 5, 24 nəfər. Deməli, bura hamısı birlikdə 24-dür. 24, 15, onda bura 9 nəfər qalar. Bura onda çox sadə bir sualdır. Bura 24-sə, yazaq ki, bura 24, üstə gəl 5, üstə gəl 12, üstə gəl x bərabərdir 44-ə. O 29, 41, 29, 12, 41 üstə gəl x bərabərdir 44-ə. X də neçə olur? 3 olur. X 3 olursa cavablarda da 3 bəli var. Olan. Deməli, dərsimiz bu qədər idi. Gələn dərslərimizdə yeni videolar çəkəcəm və bunun davamını atacağım. Əgər hansı sinifi istəyirsinizsə, o sinifi yorumlarda şərh bölməsində yazın və mən o videonu çəkməyə başlayım. Hələlik bu qədər, sağ olun.